Bugün size çok maraqlı bir şey göstereceğim. Eğer hoşunuza gelse paylaşın ki dostlarınızla məlumatlı olsunlar. Tutaq ki işten çıxmısınız və yaxud evdən çıxmısınız. Fikirləşirsiniz ki kimsə sizin kompüterinizə müdaxilə edə bilir. Sizdən sonra kompüterinizə baxır, bunu bilmək istəyirsiniz. Baxırlar, baxmırlar, bunu öyrənmək istəyirsiniz. Bu anda axtarış bölməsində CMD yazıb enter vurursunuz. Ekrana gələn pəncərədə deməli Power CFG bir dənə boşluq, drop, report yazırıq. Enter vururuq. Bax, ekrana gələn yazıdan C'dən sonra olan hissəni seçirik, kopyalayırıq. Ctrl-C. Öndən biz Google-dakı axtarışa veririk. Ctrl-V vurduq. Enter düyməsini vururuq. Baxın, açılan belə bir pəncərə açıldı. Baxın, bu sizin son 3 gün ərzində olan məlumatlar. Son 3 gün ərzində kompüter nə vaxt yandırılıb, nə vaxt söndürülüb, onlar haqqında burada məlumat var. Yəni çox asanlıqla verə bilərsiniz. Siz çıxandan sonra sizin kompüterinizə kimsə baxıb, müdaxilə edib ya yox. Yenə deyirəm, maraqlı gəldisə paylaşın, dostlarınızla məlumatlı olsunlar.